Çünki baxın, insan əgər başa düşmürsə süni intellekti və onu başa düşmək məcburiyyətində deyil də hansı qurumun rəhbəri. Deməli, onu başa düşən adam olmalıdır orada. İndi bir dənə baxaq ki, Azərbaycanda neçə nəfər adam var ki, nazir müavini təyin olunsun həmin o süni intellekt üzrə. Mən tanımıram, yəni özüm götürəndə. Amma bəlkə də var haradasa bu insanlar. Və deyirsiniz ki, bu gün üçün biz buna hələ hazır deyilik. Mən onu demədim. Bugün dünya heç biri hazır deyil. Gəlin bir şey deyək də, yəni bugünkü gün serverlər, GPU serverlər harada daha çox var. Gəlin baxaq da, yəni ki, Amerika bura milyardlarla pul qoyub. 1 milyard, 100 milyardlarla pul qoyub və bugün ən çox serverlər Elon Musk'dadır, bugün OpenAI'dadır. Heç Çin ora çatmır yaxın. Və gəlin fikirləşək ki, niyə bu insanlar pulu qoyurdular və buradan pul qazanmırdılar? OpenAI'nin hər illik zərəri təxminən 30-40 milyarddır. Və gəlin fikirləşək ki, niyə bunlar zərərə gedirlər? Bu zərər deyil, bu investisiyalardır. Biz geridə qalmışıq artıq.